o günləri görsən ki, adi bir şey, badə, bada sözü. Ay sağ ol, gəlin bundan xiridarlar danışsın. Aləm deyib bir-birinə. Vallahi ikisi də qəbul olunmuş şeydir. Yəni, badə də birliyinədir, badə də birliyinədir. Əminə xanım haqlıydı. Kim haqlıydı bu söhbətdə? Saqı bu məclisin eşqi ilə dolandır badə, ömrümüz həsrəti meylə niyə geçsin badə? Bax, illərimi bu sənətə İkisi də badə demək olar buna. Əminə, Şirin qızı. Burada haqlıdır yəni. Haqlıdır. Əminə Şirin qızı bir sürü üçün haqlıdır. Çünki qəzəldə, ümumiyyətlə Beyxanada, yəni bu sözlər sərbəst şeirdən fərqli olaraq tazə deyilə bilir təzəyə. Yaraya yara. Yarə deyilə bilir. Bunlar eyni qəbildən olan şeylər. İcazə verilmiş şey. Bəli, onu o qədər də böyük bir problemə çevirmək, onu böyük bir, nə bilim, şeyə çevirmək, Nazlı xanımın sözündə də həqiqət var. Amma janr olaraq qəzəl şeirinə, sərbəst şeir, məsələn, və onda bağışda məni, məsələn, Şamaxıda oxuyurlar qadoy alım, qadoy. Qadoy söz yoxdur ki. Amma Şamaxılı desə qadan alım, o Şamaxılı olmadı, o qado alım deməli. Yəni, bunlar işvələrdir, ləhcələrdir. Şivələrdir, ləhcələrdir. Buna o qədər getməyək. Bundan çox qlobal məsələlər var ki, onu aradan qaldırmaq lazım. Amma orada sən tazə dedin və yaxud təzə dedin, yarə dedin və ya yara dedin. Bunu biz daha yaxşı bilirik. Söz ustaları bunu daha yaxşı bilir. Mən həmişə deyirəm müğənnilərə ki, necə onu oxuyanda bir dənə studiyadan da olsa zəng eləyərdim ki, bu sözü burada mən necə yerləşdirim oraya. Axı bunu yazan adam badə yazıb. Və deyirlər ki, güya yazan, Allah rəhmət eləsin, yazan da səhv yazıb. Niyə? Mən düşünürüm, o səhv yazmayıb. Yoxdur. Düz də yazıb, üzr istəyirəm bu qardan. Bu qar ilə o misalı elə bir şəxsdən çəkdi ki, o öz dövründə yəni şeiriyyatın dirək sütunlarından biri olub ki, Əliağa Vahidin gözəl bir şeiri var, qəzəldir. Saqı bu məclisin eşqi ilə dolandır badə, ömrümüz həsrət meylə niyə getsin badə. Hədə o deməyib ki, ömrüm niyə getsin? Bada deməyib ki. Bada deməyib, çünki bilsən, ləhçələri var və düzdür, badə. Yəni, niyə getsin badə? Deməyib, niyə getsin bada? Qadoğu alım. Bir də ki, əruzla eza vəznində çox böyük fərq var. Çünki əruz müəyyən çərçivədə olan bir şeydir və orada icazəli bir şeylər var ki, o sözləri, məsəl üçün, orada gəldim ki demək üçün və qırılmamaq üçün orada ölçü. Orada kim də deyə bilərsən. Kini kimlə əvəz edə bilərsən. Çün deyə bilərsən. Məsələn, Şah İsmail Xətai o demək üçün şol sözündən istifadə edib orada, ol sözündən istifadə edirlər. Ona görə də Əminə xanım o məsələdə haqlıdır.